Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il test toplusu birinci hissə səhifə 9-dan başlayaraq bir neçə testlərin izahını verəcəyəm. Digər testlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmən testlərin izahına baxa bilərsiniz. Məsələ məsələ 69-a baxaq. Horizontallara aid məsələlərdir. Birinin izahını verək. Məsələ 60-a baxaq. Relyef formasını müəyyən edin və xarici horizontalın mütləq hündürlüyünü müəyyən edin. Kəsmə yüksəklik 20 metrdir. Keçən video dərslərdə izah etmişdim. Horizontallar nəyə deyilir? Horizontallar eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən əyri xətlərdir. Horizontallar həm də izohips adlanır. Qonşu horizontallar arasında qalan hündürlük fərqinə kəsmə yüksəklik deyilir. Plan və topoqrafik xəritələrdə kəsmə yüksəklik təsvirin bütün hissələrində sabit olur. Kiçik və orta miqyaslı xəritələrdə isə kəsmə yüksəklik sabit olmaya bilər. Fikir versək, baxın buradakı şəklə baxaq. Kəsmə yüksəklik iki qonşu horizontal arasındakı hündürlük fərqidir. Xarici horizontal, daxili horizontal fikir versək, daxili horizontal və berq ştriklər. Berq ştriklər nəyə deyilir? Berq ştriklər horizontallara perpendikulyar çəkilmiş yamacın eniş və səth sularının axın istiqamətini göstərən qısa xətlərdir. Nisbi hündürlük və mütləq hündürlük nəyə deyilir? Və bir də bunu qeyd edək. Meyilli yamac, burada mütləq hündürlük göstərilmişdir. Daxili horizontal. Meyilli yamac, baxın o horizontallar xətlərinin daha sıx, horizontal xətlərinin daha sıx keçdiyi yerdə, əgər şəklə fikir versək, baxın bu hissə, yəni cənub-qərb hissəsi daha sıx çəkilmişdir. Baxın bu ərazi isə daha seyrəkdir, yəni horizontallar arasında məsafə çoxdur. Ona görə də horizontal xətlərinin daha sıx keçdiyi yerdə yamac daha meyilli, yəni dikdir. Seyrək keçdiyi yerlərdə isə az meyillidir. Mütləq hündürlük nəyə deyilir? Nisbi hündürlük nəyə deyilir? Mütləq hündürlük, əgər nöqtənin hündürlüyü okean və dəniz səviyyəsindən hesablanırsa, bu mütləq hündürlükdür. Yer səthində bir nöqtənin digər nöqtəyə şaqili xətt üzrə hündürlük fərqinə nisbi hündürlük deyilir. Fikir versək, baxın buradakı şəklə baxaq. Okean səviyyəsindən hesablanan hündürlük mütləq hündürlükdür. Nisbi hündürlük yer səthində bir nöqtənin, yəni digər nöqtəyə nəzərən şaqili hündürlük fərqidir. Mütləq hündürlük isə dəniz səviyyəsindən hesablanan hündürlük fərqidir. Və məsələlərimizi həll edək. Horizontallara aid məsələ. Burada daxili horizontal, fikir versək, berq ştriklərə fikir versək, daxilə doğru çəkilmişdir, deməli çökəklikdir. Daxili horizontal, əgər kəsmə yüksəklik 20 metrdirsə, deməli həmən rəqəm 20-yə tam bölünməlidir. Deməli bizim horizontalımız, daxili horizontalımız 280 metr olacaqdır. Çünki baxın çökəklikdir. Yəni kənarlara doğru getdikcə, yəni xarici horizontallara doğru hərəkət etdikcə hündürlüyümüz artacaqdır. 280 metr, əgər kəsmə yüksəkliyimiz 20 metrdirsə, 280 metr, 300 metr, 320 metr. 320 metr bizim xarici horizontalımızdır. Və bizdən soruşur xarici horizontalın mütləq hündürlüyü. Xarici horizontalın mütləq hündürlüyü 320 metrdir və bizdən çökəkliyin formasıdır. Yəni bu şəkildə çökəklik formasıdır horizontallar. Və digər məsələyə baxaq. Məsələ 69-a baxaq. Burada da yenə horizontallara aid məsələlərdir. Xəritə sxemdə N nöqtəsinin mütləq hündürlüyü 1000 metr. Fikir verək, N nöqtəsi və dəniz səviyyəsi. Dəniz səviyyəsi həmişə
0 metr qəbul edilir və en nöqtəsi mütləq hündürlüyü 1000 metrdir. Kəsmə yüksəkliyi hesablayın. Kəsmə yüksəkliyi hesablamaq üçün baxın, əgər 1000 metrdirsə, burada horizontalın hündürlüyünün qiyməti 1000 metrdirsə, dənizlə həmin horizontal arasındakı kəsmə yüksəkliklərinin sayına baxaq. 1, 2, 3, 4, 5. 5 dənə kəsmə yüksəklik vardır. Əgər 5 dənə kəsmə yüksəklik vardırsa və 1000 metrlə baxın en nöqtəsi ilə dəniz səviyyəsi arasında hündürlük fərqi 1000 metrdirsə, çünki dəniz səviyyəsi 0 metr qəbul edilir. Və 1000 metri də 5-ə böləndə 200 metr edər. Deməli, kəsmə yüksəkliyinin hündürlüyü 200 metr olar. Məsələ 76-ya baxaq. Eyni meridian üzərindəki A, B, C məntəqələrindən və A məntəqəsi 20 dərəcə şimal əyiliyində yerləşir. A məntəqəsi yerləşir 20 dərəcə şimal əyiliyində. Baxın, burada yerləşir. B məntəqəsi, demək, A məntəqəsi 20 dərəcə şimal əyiliyində yerləşir. B nöqtəsi ondan 4995 kilometr cənubda yerləşir. Biz əgər meridian xətti üzrə hərəkət ediriksə, biz bilirik ki, 1 dərəcəlik meridian qövsünün uzunluğu 111 kilometrdir. 111 kilometrdirsə, baxın, burada qeyd olunub, buradan qeydiyyata baxaq. Məntəqələr eyni meridian və ekvator üzərində yerləşirsə, hesablama aparmaq üçün 1 dərəcəlik meridian qövsünün uzunluğu 111 kilometr və yaxud da ekvatorda və bir çox hesablamalarda dəqiq olması üçün ekvatorda 1 dərəcəlik qövsünün uzunluğu 111,3 kilometr, meridian üzərində isə 111,1 kilometr qəbul edilir. Yəni, məsələlərin çoxunda 111 kilometr kimi də götürmək olar. Əgər qeyd edirsə, 4995 kilometr cənuba doğru hərəkət edirsə, demək, biz əvvəlcə nə edirik? 1 dərəcəlik qövsünün uzunluğu 111 kilometrdirsə, 4995 kilometr x. Buradan tənasibi qrup 45 dərəcə. Yəni, baxın, A məntəqəsi yerləşir 20 dərəcə şimal əyiliyində. A məntəqəsindən 45 dərəcə cənuba doğru hərəkət ediriksə, biz ekvatoru keçmiş oluruq və çatdığımız məntəqə 25 dərəcə cənub enliyi olar. Deməli, B məntəqəsi yerləşdi 25 dərəcə cənub enliyində. Sonra qeyd edir ki, C məntəqəsi isə, yəni C isə 2775 kilometr şimaldadır. Demək, biz, baxın, A məntəqəsindən 2775 kilometr şimala doğru hərəkət etməliyik. Yenə də meridian üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsünün uzunluğu 111 kilometr, 2775 kilometr x. Buradan tapırıq, 25 dərəcəni tapmış oluruq. Demək, biz 25 dərəcə şimala doğru hərəkət edirik. 25 dərəcə şimala doğru hərəkət ediriksə, bizim çatdığımız məntəqə 45 dərəcə şimal enliyi olar. Çünki A məntəqəmiz 20 dərəcə şimal enliyində yerləşmişdir. Və 25 dərəcədə şimala doğru hərəkət ediriksə, çatdığımız məntəqə 25 dərəcə şimal enliyi olar. Baxın, C məntəqəsi də burada yerləşir. Və burada cavablara fikir verək. Bizdən nə soruşur? B və C məntəqə nöqtələrinin yerləşdiyi coğrafi enliklər. B məntəqəsi yerləşdi 25 dərəcə cənub enliyi, C məntəqəsi yerləşir 45 dərəcə şimal enliyində yerləşir. Məsələ 77-yə baxaq. Demək, birinci sxemə əsasən ikinci sxemin miqyasını hesablayın. A və B məntəqəsi arasında xəritədəki məsafə 6 sm, miqyasımız 1 bölünsün 2 milyona nisbətində. Digər məntəqədə isə xəritədəki məsafə 8 sm, miqyası tapmalıyıq. Bunun üçün biz nə edirik? Biz miqyası çeviririk. Baxın, ədədi, yəni adlı miqyası çeviririk izahlı miqyasa. Burada 100 minə bölürük. 100 minə böləndə
20 kilometr, yəni 1 santimetrdə 20 kilometr. Xəritədəki məsafəmiz 6 santimetr. Həqiqi məsafəni tapmaq istəyiriksə, miqyası xəritədəki məsafəyə vururuq. Buradan rəqəmləri yerinə qoyub tapırıq 120 kilometri tapmış oluruq. İkinci xəritədəki məsafə 8 santimetrdir. Miqyas bərabərdir. Həqiqi məsafə, yəni 120 kilometri biz bölürük xəritədəki məsafəyə. Buradan tapırıq miqyasımız. Miqyasımız olur 15 kilometr. Yəni 1 santimetrdə 15 kilometr. Burada doğru cavabımız fikir versək kilometrlə verilib 15 kilometri tapmış oluruq. Məsələ 78-də eyni tipli məsələdir. Baxın, burada birinci sxemdə göstərilən nəzərə alaraq göstəriciləri və ikinci sxemin izahlı miqyasını hesablayın. Yenə də fikir verək. Xəritədəki məsafəmiz 4 santimetr, miqyasımız 40 kilometr, həqiqi məsafəmiz tapırıq 160 kilometr. İkinci xəritədəki məsafə 5 santimetr, miqyas buradan tapırıq 1 santimetrdə 32 kilometri tapmış oluruq. Burada 1 santimetrdə 32 kilometr, izahlı miqyası istəyir bizdən. 1 santimetrdə 32 kilometr C variantında düzgün verilmişdir. Məsələ 81-ə baxaq. Müxtəlif ölçülü 2500 məhəllin ölçüləri 2500 metr, vurulsun 2500 metr. Planşetin ölçüləri isə 50 santimetr, 50 santimetr, vurulsun 50 santimetrdirsə, demək plan tərtib etmək üçün hansı miqyas qəbul edilməlidir? Burada biz yenə də həqiqi məsafə və miqyas xəritədəki məsafədən istifadə edirik. Həqiqi məsafəmiz 2500 metr, xəritədəki məsafə 50 santimetr, miqyas tapırıq 50 metr. Buradan da 2 0, yəni izahlı ədədi miqyasa tapmaq üçün 2 0 əlavə edirik, çünki metrdir. Metrdirsə 2 0 əlavə edirik, kilometrdirsə yəni 100 əlavə edirik, kilometrdirsə 100 min əlavə edirik. 82 nömrəli məsələ də eyni tipli məsələdir. Yenə də burada da ölçüləri verilmişdir. Ölçüləri 2500 metrin, 2500 metri olan ərazinin planı 1-in 5000 nisbətli miqyasda tərtib etmək üçün planşetin ölçüləri necə olmalıdır? Burada da yenə həqiqi məsafəmiz 2500 metr, miqyas 50 metr. Xəritədəki məsafəni tapmaq istəyiriksə 2500-ü 50-yə bölüb tapırıq 50, yəni 50 santimetrin 50 santimetrə vururuq. Hasili. 83 nömrəli məsələmizə baxaq. A və B xəttinə uyğun gələn relyef profilini müəyyən edin. Biz horizontallarımıza fikir versək, baxın. B məntəqəsi demək 170 metrdən hündürdə yerləşir və demək A məntəqəsi fikir versək 130 metrdən yüksəkdə yerləşir. Çünki fikir verin, baxın bu məntəqədə hündürlük 137,5, 137,8 metr göstərir. Fikir versək. Demək, mən digər horizontallara baxaq. 150 metr, 130 metr. Əgər 170 metrlə 150 metr arasında hündürlük fərqinin 20 metr olduğunu biliriksə, onlar arasında kəsmə yüksəklərin sayına baxaq. 1, 2, 3, 4. Deməli, 4 dənə kəsmə yüksəklik vardır. Bu iki horizontallar arasında 1, 2, 3, 4. Onlar arasında hündürlük fərqi 20 metrdir. 20 metri 4-ə bölürük kəsmə yüksəklərin sayına. Buradan tapırıq kəsmə yüksəkliyi. Yəni, hündürlük fərqindən biz kəsmə yüksəkliyi tapa bilirik. Demək, 5 metr olur bizim kəsmə yüksəkliyimiz. B məntəqəsi 170 metrlə 175 metr arasında yerləşir. Çünki bizim kəsmə yüksəkliyimiz 5 metrdir. Düzdür? Kəsmə yüksəkliyi bayaq qeyd etdik ki, qonşu horizontal arasındakı hündürlük fərqinə deyilir. Demək, 175 metrlə 170 metr arasında yerləşir.
Və şəkillərə baxaq, görək hansı şəklə uyğundur. Fikir versək, 170 metrlə 175 metr arasında yerləşir. Baxın, hardasa bu şəklə uyğun gəlir. Sonra A məntəqəsinə baxaq. A məntəqəsi yerləşir. Demək, 130 metrlə fikir versək, 130 metr, 135 metr, 135 metr və 135 metrlə 140 metr arasında yerləşir. Baxın, bu məntəqəmiz olur, bu horizontalımız olur. 130, 135, 140. Deməli, A məntəqəmiz yerləşir 135 metrlə 140 metr arasında. Şəkillərə baxaq. Demək, baxın, burada C variantı uyğun gəlir. Çünki hündürlüklərimiz, baxın, fikir versək, 135 metrlə, baxın, 170 və 175 metr arasında qalırsa, baxın, bu şəklə uyğun gəlir. Deməli, bizim doğru cavabımız burada C variantında düzgün verilmişdir. Çünki digər məntəqələr də A məntəqəsi 140 metri keçmiş olur. 140 metri keçmiş olur. Fikir versək, bütün məntəqələrdə 140 metri keçmiş olur. Burada 120 metrdir. Xeyr, 120 metr ola bilməz. Çünki 130 metri artıq keçmiş oluruq. Şimala doğru, burada da yenə eyni ilə 120 metr qeyd edir. Deməli, bizim doğru cavabımız burada C variantında düzgün verilmişdir. Digər məsələyə baxaq. Məsələ 91-ə baxaq. Baxın, 84 nömrəli məsələ də eyni tipli məsələdir. Burada da doğru cavab B variantında düzgün verilmişdir. Horizontalların hündürlüyünə fikir versək. Baxın, A məntəqəsi 100 metrdən artıq keçmişdir. 100 metri keçmişdir. Və kəsmə yüksəkliyinin hündürlüyü 2,5 metrdir. B məntəqəsi isə 100 metri keçmişdir. 100 metri keçmişdir. Fikir versək, 100 metr. Burada doğru cavab B variantında verilir. Fikir versək, 0 metr. Burada da 0 metr düşür. Daha doğrusu 80 metr, 80 metrə düşür. Digər məntəqədə isə 80 metrə düşmür. Növbəti məsələmizə baxaq. 91 nömrəli məsələ. Sxemə əsasən kəsmə yüksəklik və dağın nisbi hündürlüyünü hesablayın. Yenə də kəsmə yüksəkliyi tapmaq istəyiriksə, bizim demək elə bir rəqəm, daxili hündürlük, daxili horizontalın hündürlüyü elə bir rəqəm olmalıdır ki, kəsmə yüksəkliyə bölünsün. Və əgər kəsmə yüksəkliyimizi biz 150 metr qəbul etsək, 150 metr qəbul etsək və 450 metrdən demək 150 metr çıxsaq, bizim xarici horizontalımız 150 metr, daxili horizontalımız 750 metr olar. Çünki 150 metr kəsmə yüksəkliyə, yəni 150 metrə tam bölünmüş olsun. 750 metr 150 metrə tam bölünür. Əgər xarici horizontalın hündürlüyü burada qeyd etmişəm 150 metrdirsə, daxili horizontal 750 metrdirsə, baxın 876 metrdən 150 metr çıxsaq, 876-dan 150 metr çıxsaq 726 metr edər. Bunlar bizim nisbi hündürlüyümüz. Və kəsmə yüksəklik 150 metr, bu doğru cavabdır. Burada demək 726 metr, 726 metr və burada C variantı düzgün verilmişdir. Və növbəti məsələlərin izahını demək qeyd edəcəyəm. Növbəti video dərslərdə həmin video dərslərin izahını qeyd edəcəyəm.